287 mm hündürlüyü olan Escalad'in olduqca da böyük bagaj qapısı var. Onun açılma düyməsi nə işıqları, nə də kameranın yanında yox. Burada bir nəhəng əl dəstəyi yerləşdirilib ki, onun içindədir. Həm düymə vasitəsilə, həm də pultdan birbaşa açmaq olur. Alın şüşəsi də açılır ki, avtomobilə yükləriniz varsa onu rahat şəkildə buradan yerləşdirə bilərsiniz. Burada qəribəlik nədən ibarətdir? Görürsünüz, burada xüsusi yaylı belə naqillər var ki, o arxa alın şüşəsinin isidisidir. Sadə və rahat yolla hərəkət ediblər. Amerikanlılar şüşə silgəci birbaşa bagaj qapısının üzərindədir. Arxa parkinq radarlar var. Görürsünüz, burada xüsusi plastik örtük var ki, o avtomobilə qoşmaq üçündür. Plastik örtüyü götürməklə avtomobili rahat şəkildə özü boyda bir Escalade apara bilərsiniz. Arxa stop fənərlər tam LED-dir. Həmçinin onunla böyük bir stop təkrarlayıcısı var və bu dərin və güclü səs boğucu səsinə qulaq asma vaxtıdır.